Qaradağ rayonunda yerləşən Abşeron Logistika Mərkəzində Çindən gələn nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlar mərkəzin yeni layihələri və regionun tranzit potensialı ilə tanış olublar. Çinin Siyan şəhərindən gələn nümayəndə heyəti Abşeron Logistika Mərkəzinin Biznes Park Abşeron layihəsi ilə tanış olub. Görüşdə Siyan şəhərinin meri Yeni Yupin, Siyan Beynəlxalq Terminalının baş direktoru Yuan Tsiadzun, Azərbaycan Dəmir Yolları və Abşeron Logistika Mərkəzinin rəhbər nümayəndələri iştirak edib. Qonaqlar mərkəzin strateji əhəmiyyəti, yük daşımalarında orta dəhliz vasitəsilə tranzit potensialı və sahibkarlar üçün nəzərdə tutulan biznes mühiti barədə ətraflı məlumat alıblar. Tədbir çərçivəsində Abşeron Logistika Mərkəzi və Çinin Siyan limanı arasında anlaşma memorandumu imzalanıb. Daha sonra nümayəndə heyəti Biznes Park Abşeronun yeni fazası ilə tanış olub. Burada yaradılan innovativ və funksional biznes mühiti yerli və beynəlxalq investorlar üçün yeni imkanlar açır. Görüş iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə və yeni logistika imkanlarının formalaşmasına töhfə verir.